Xabi Alonsonun məşqçi kimi qələmini sındırdılar, yoxsa Real müvəqqəti krizisi arxada qoyaraq bərpa olunmaqdadır. Bu videonu biz əlbəttə ki, sizlərin çoxsaylı xahişi ilə çəkirik. Çünki biz artıq Xabi Alonsonun Real Madrid haqqında danışmışıq və orada komandanın hansı istiqamətə getdiyi, necə dəyişdiyini və ya dəyişməyə cəhd etdiyini göstərməyə çalışmışdıq. Lakin əlbəttə ki, Real Madridin analitik videosundan daha çox bu video saray döyüşlərinin, o pərdə arxası saray döyüşlərinin bir növ analizi olacaq və bunun komandaya, eyni zamanda məşqçiyə necə təsir etməyinin və etdiyinin sübutunu görəcəyik. Gəlin başa düşməyə çalışaq ki, Xabi Alonso ilk öncə Real Madridə niyə gətirildi? Bu bir növ Florentino Perez'in onu qəbul etməyindən başladı ki, Real Madrid artıq öz dövrünün ən güclü komandalarından fəlsəfi olaraq geridə qalmağa başlayır. Mən bu ilə nəyi nəzərdə tuturam? Bildiyimiz kimi bir müddət son 10 ildə 2 cür futbol layihələri mövcud idi. Onlardan biri məşqçi layihəsidir. Belə bildiyimiz kimi bura Jürgen Kloppun Liverpoolu, Pep Guardiola'nın Man City'si və ya Diego Simeone'un Atleticosunu aid etmək olar. Digər tərəfdən isə Real Madridin olduğu unikal bir reallıq var idi ki, hardakı oyunçuların avtoriteti, oyunçuların yüksək səviyyəsi komandanın ümumi kursunu diktə etməyə imkan verirdi və bunu da reallaşdırmaq üçün ya gərək sənin ulduz məşqçin olardı, misal üçün Jose Mourinho, və ya olduqca adaptiv, daha çox motivator olan və taktiki cəhətdən çox elastik olan Zinedine Zidane və Carlo Ancelotti olmalı idi. Real Madrid hər iki mərhələdən 2 dəfə keçib. Sadəcə olaraq qalıb ki, Jose Mourinho ikinci dəfə komandaya dəvət etsinlər və buna Perez dəfələrlə yaxın olub. Amma Alonsonun komandaya gətirilməyində əsas məqsəd ondan ibarət idi ki, Real artıq başa düşürdü ki, bu dövran arxada qalmaq üzrədir. Yəni gəlin sadəcə olaraq bir 10 illik stajı olan ən azı Real Madrid azarkeşlərinə üst tutaq. 10 il əvvəl komandada fiziki fitness yüksək səviyyədə olmalı idi. Bunun bir nömrəli simvolu Cristiano Ronaldo idi. Bundan əlavə komandanın çox belə səs-küylü, xarizmatik lideri Sergio Ramos var idi. Onların üzərində Antonio Rudigerin dediyinə görə öz sakitliyi ilə, səssizliyi ilə döyən Toni Kroos və Luka Modric var idi. Əlbəttə ki, elə xarizmatik kollektivə və xarizmatik olması ilə yanaşı da yüksək səviyyəli ustaların olduğu kollektivdə normal futbol trendindən kənar qalaraq şəxsiyyətlər üzərində çıxış edərək uğur qazanmaq müəyyən müddət mümkün idi. Amma bu kursun sonu gəlib və Alonso həmin kursun sonunun simvolu idi. Bir tərəfdən Xabi Alonso həqiqətən top komandada Real Madrid kimi və Real Madridlə Barcelona biz hər ikisini dünyanın 1 və 2-ci komandası kimi götürə bilərik, şişirtmədən, subyektivlik olmadan. O səviyyədə top komandaya layiq olduğunu əminlik edə bilərik. Çünki o Bayer Leverkusenlə mükəmməl iş görərək Almaniya Bundesliqasında Bavariyanın hegemonluğuna son qoydu bir tərəfdən. Digər tərəfdən 3 mövsümdə, daha doğrusu 2 yarım mövsümdə Alonso adaptivliyi ilə göstərdi ki, həmin bir növ elastikliyi Madriddə də tətbiq edə biləcək və mövsümün əvvəlində hər şeyəsində Realda ideal gedirdi. Qəribə faktor ondan ibarət idi ki, bəzən tarixdə belə bir termin var, pir qələbəsi, yəni bu məğlubiyyətə bərabər bir qələbə idi və ironiya ondan ibarət idi ki, bu enişin toxumları Real Madridin bəlkə də bu mövsüm ən vacib oyunu olan El Clasico qələbəsindən sonra oldu. Xatırlayırsınızsa, Xabi Alonso Vinicius'u əvəz etdi və Vinicius bu əvəzə açıq-aşkar üsyan şəklində cavab verdi və bundan sonra Madrid mətbuatında Xabi Alonsoya qarşı münasibət tamamilə dəyişməyə başladı. Və burada gəlin Florentino Perez'in Xabi Alonsonu mətbuatın vasitəsilə necə qorumadığını, hətta əksinə olaraq cəzalandırmaq istədiyini göstərərək. İlk öncə əlbəttə ki, Real Madriddə hər şeyin altında Florentino Perez var. Bunu mən deyil, karyerasının uzun müddətini İspaniyada uğurlu şəkildə işləmiş Unai Emery deyib. Unai Emery'nin sözlərinə görə, misal üçün deyir ki, sən Atletico Madriddə baxanda bilirsən ki, orada ən əsas adam Diego Simeone'dir. Barcelona'ya baxanda bilirsən ki, orada ən əsas adam Lionel Messi'dir. Real Madriddə isə bu əsas adam Florentino Perez'dir və Perez həm şəxsiyyət kimi, həm idarə etmə metoduna görə bir çox ölkənin prezidentlərindən daha nüfuzlu, daha təsirlidir və siyasətçilər kimi ikili müstəvidə öz fəaliyyətini göstərir. Bir tərəfdən çox nadir hallarda nə iləsə bağlı belə tutucu, vurucu bir məqamı göstərmək istəyirsə, o özü çıxışlar edir. Amma onun çıxışları çox azdır. Əsasən bu Madridin əli altında olan mətbuat vasitəsilə həyata keçirilir. Bunlardan əlbəttə ki, mən Madrid TV-ni demirəm. Madrid TV ümumiyyətlə ən əttökən bir növ kanaldır. Bütün futbol kanalları əlbəttə subyektiv olur, amma subyektivliyin absurd dərəcəsi məncə Madrid TV-dir. Mən əsasən AS və Marca qəzetlərini nəzərdə tuturam. Özü çox maraqlı bir yanaşma var ki, baxın, burada gördüyünüz kimi biri Alonsonu və ya hansısa bir futbolçunu, bu halda biz konkret məşqçidən danışırıq,
amansız şəkildə tənqid edəndə, bir növ pis polis rolunu oynayanda, o birisi onu bir qədər yumşaq şəkildə tənqid edir. Və istənilən halda əlbəttə ki, bütün bunların hamısı, bu infoməkana atılan bu informasiya birmənalı olaraq Florentino Perezdən gəlir. Burada hər hansı bir şübhəyə ehtiyac yoxdur. Problem nədən ibarətdir ki, həmin o Viniciusla ixtişaş baş verəndə artıq nəinki as və marka səviyyəsində, hətta idman qəzetçiliyinin, belə deyək, idman jurnalistikasının ən obyektiv meyarı olan Atletik belə Real Madridin bir neçə oyunçusunun məşqdən narazı olduğunu vurğulamışdı. Onların içində Ceballos, Rodrigo, əlbəttə ki, Vinicius Junior və gözlənilmədən Federico Valverde də var idi. Bununla yanaşı mətbuat çox qızğın şəkildə hakimlərin üstünə gedir. Hakimlərin Reala qarşı konspirasiya teoriyasında, nəzəriyyəsində olduğunu bildirir və bu da açıq şəkildə mətbuata sıçrayır. Baxın, misal üçün burada gördüyümüz kimi, əlbəttə ki, hakimlər də insandır və hakimlər kifayət qədər təsirə və qərar vermə gücünə malik olan insanlardır. Əgər bir komanda daima müxtəlif mətbuat vasitəsilə hakimlərə təzyiq edirsə, bir hakim səndən qorxacaqsa, başqa hakimlər özünün qorxaqlığını üzə verməmək üçün sənə qarşı əks hərəkətlər edəcək. Bunun əyanı sübutu məncə Celta Vigo ilə oyunda idi. Əgər məsələn bu epizodda gördüyümüz kimi Fran Garcia hakimə qarşı oyunun protokolunda rəsmən qeyd olunmuşdu ki, döymüşdüsə, 93-cü dəqiqədə Carreras hakimi söyməmişdi. Sadəcə olaraq Azərbaycanca tərcüməyə bu çox bərbad qərardır, sən çox bərbad qərar verdin. Belə tərcümə oluna biləcək bir ifadə işlətmişdi. Futbolçular futbol maçı zamanı belə ifadələri dəfələrlə işlədirlər, amma əlbəttə ki, biraz belə bir söz var ki, hakim də özünün prinsipal mövqeyinə duraraq Madridi maksimal dərəcədə cəzalandırdı və bütün bunlardan itirən əlbəttə ki, həm Real Madrid, həm də Xabi Alonso oldu. Yəni başa düşürsüz də nə baş verir? Bir tərəfdən Perez mətbuat vasitəsilə Xabi Alonsoya təzyiq edir. Digər tərəfdən yenə də Perez mətbuat vasitəsilə hakimlərə təzyiq edir. Hakimlər bu təzyiqin altında sınmayaraq Real Madridə təzyiq edir. Və nəticədə Real Madridin nəticələri pisləşir və o da Xabi Alonsoya əlavə təzyiq olur. Və bütün bunlara əlavə edin Barselonanın dirçəlişini və İspaniya çempionatının La Liqasında zirvə uğrunda mübarizədə liderliyi kifayət qədər əminliklə ələ almasını təsəvvürünü götürmək çətin deyil ki, bu Xabi Alonsonu hansı vəziyyətə qoyur. Və nə baş verdi? Hələ ki, bu çox tezdir, cəmi 2 oyundur bu. Ona görə də bunun haqqında belə olaraq dəqiq nəqli cümlə istifadə etmək düzgün olmazdı. Amma görünən odur ki, Xabi Alonso bu təzyiqin altında sındı, özünü sındırdı və bu sındırmağın ilk bariz nümunəsi əlbəttə ki, Manchester City ilə oyunda özünü göstərdi. İkincisi isə Alaveslə səfər qələbəsi idi. Hardakı bu trend davam etdi. Söhbət nədən gedir? Əlbəttə ki, Rodrigo'nun da əsas heyətə qaytarılmasından sonra biz Xabi Alonsonun Manchester City'yə qarşı Carlo Ancelotti'nin konspektlərini kopyaladığını gördük. Mən bununla nəyi nəzərdə tuturam? Burada 2 metrikadan istifadə edəcəm. Orada özdə olduqca maraqlı personajlar var idi. Onlardan biri Alonsonun bəyənmədiyi və realda görmədiyi Ceballosun dayaq yarımdafiçi mövqeyinə qayıtması idi. Digər tərəfdən isə 34 oyundur fərqlənməyən, düzdür, həmin oyunda o qolsuzluq seriyasına son qoydu. Rodrigo'nun heyətə qayıdışı idi. Üçüncü tərəfdən xatırlayırsa, Xabi Alonso Vinicius Junior'u sırf olaraq sol cinah vingeri kimi görürdüsə, Xabi Alonso son 2 oyunda Vinicius'a azad rəssam rolunu verib Mbappé ilə yanaşı. Düzdür, City ilə maçda Mbappé zədəyə görə oynamadı, amma bu 3 faktor onu göstərir ki, Xabi Alonso artıq öz prinsiplərindən geri dönür və biz qayıdırıq mətbuata. Mətbuat Real Madridin öz evində Manchester City-yə məğlub olmasına baxmayaraq və nəzərə alaq ki, Real Madrid kimi komandada hazırki durumda yaxşı performansa görə əgər nəticə neqativdirsə səni tərifləməyəcəklər. Bu maçda məğlubiyyətdən sonra məğlubiyyətə baxmayaraq Real Madrid mətbuatı, mən bununla AS və Marca qəzetlərini nəzərdə tuturam. Onlardan biri belə çıxış elədi ki, bəxtimiz gətirmədi. Digəri isə bunu uğurlu, qənaətbəxş və hətta qəhrəmancasına döyüş kimi təqdim etdi. Yəni burada da Florentino Perez mətbuat vasitəsilə Xabi Alonsoya mesaj göndərir ki, sən mənim dediyimi etdin və sənə afərin. Gəlin indi bunun taktiki tərəfinə keçək. 2 dəyişkən danışmaq istəyirəm. Birinci PPDA-dir. Əlbəttə kanalımızın izləyiciləri bilir ki, PPDA pressingin göstəricisidir. Yəni sən nə qədər rəqibə imkan verirsən ki, pas atsın və ya müdafiə hərəkət etsin ki, sən onu təzyiqə məruz qoyasan. Ancelotti dövründə bu hardasa son 3 mövsümdə 10.4 ilə 11.9 ortalama 11 olub. Yəni bu 11 pasda, 11 hərəkətdir. Xabi Alonso'nun dövründə bu rəqəm 9.2-yə düşüb, hətta bəzi oyunlarda 8.5 idi. Bunun bir tərəfdən deyə bilərsiniz ki, önəmi nədir? Ancelotti dövründə bu göstəriciyə görə Madrid 8-10-cu yeri bölüşürdü, amma Alonso'nun dövründə komanda 3-4-cü yeri bölüşürdü. Bunun da mahiyyəti ondan ibarətdir ki, sənin
Mbappe və Vinicius da daxil olmaqla hücuma meyilli futbolçuların nə qədər aktiv şəkildə presinqə qoşulur. Mən deyərdim ki, bu iki pas, iki hərəkət artıq imkan vermək nəyinlə nəyin arasında fərqdir? Sadə şəkildə Mbappe ilə Vinicius meydanda sadəcə gəzir, yoxsa həmən rəqibi təzyiqə məruz qoyur. İkinci göstərici Real Madridin liderlərə əsaslanan, liderlərə arxalanan komandada məşqçi layihəsinin, müasir məşqçi layihəsinin çevrilməsini göstərən faktor. Madrid Ancelotti dövründə zonal markinqə əsaslanırdı və zonal markinq artıq son 3-4 mövsümdə həddindən artıq aktuallığını itirib. Bu nə demək idi ki, komanda öz orientirini zonalara görə qururdu, oyunçulara görə yox. Hazırki trend artıq 3 ildir bu proses davam edir. Man markingdir. Man marking nədir? Birə-bir oyunçu tutmaq. Ancelottinin oyun fəlsəfəsi nədən ibarət idi ki, arxanı təhlükəsiz tutaq. Yəni arxada əgər rəqibin 4 futbolçusu varsa, biz 1 futbolçu əlavə qoyuruq və 5-in 4-ə sayı üstünlüyü sayəsində Real Madrid öz arxasını təhlükəsizləşdirirdi. Digər tərəfdən isə bunun fəsadı ondan ibarət idi ki, irəlidə Madrid futbolçuları daima bir nəfər azlıqda qalırdı. Yəni rəqibin bir azad futbolçusu olurdu ki, hardan hücuma başlaya bilər. Və əlbəttə ki, rəqiblər də bundan çox effektiv şəkildə ustalıq səviyyəsinə görə və Madridə hazırlıq səviyyəsinə görə istifadə edirdilər. Alonso isə bildiyimiz man marking, yəni adama adam taktikasından istifadə etdi. Məsələn üçün Barcelona ilə oyunda baxan bu screenshotda gördüyümüz kimi Barcelona futbolçularını hətta öz zonasında belə pressing edirdi və bu da Barcelonaya müdafiədən paslaşmağa mane olurdu və nəticədə yenə də o tezi təkrar edək ki, 2-1 sadəcə olaraq bizi aldadan hesabdır. Əslində maçda fərq daha böyük Realın xeyrinə olmalı idi. Çünki Real çox-çox keyfiyyətli bir maç keçirdi və son 5 maçda birinci dəfə olaraq Barcelonanı layiqli şəkildə məğlub edə bildi. Amma gəlin City ilə oyuna baxaq və Alonsonun sınmaq anına baxaq. Baxın, bu klassik Ancelotti metodudur. Harda ki, Real Madrid ilk qolun hücumuna keçir və ilk qolun hücumu zamanı əvvəlcə 4-6 nisbət var. Yəni Realın 4 hücuma meyilli oyunçusu City'nin 6 oyunçusuna qarşıdır. Çünki Real Madrid müdafiəni sığortalayıb artıq oyunçu orada var. Sonra isə bu hücum çevrilir 5-in 6-ya və burada da Ancelotti'də olduğu kimi əsas stavka, əsas inam ondan ibarətdir ki, futbolçuların məharəti, ustalıq dərəcəsi kifayət qədər yüksəkdir ki, onlar özləri improvizasiya sayəsində epizod əldə edəcəklər və ədalət naminə deyək ki, dəlidən doğru xəbər 34 oyun fərqlənməyən Rodrigo qol quraqlığına bu maçda son qoydu və sonra da Alaveslə də maçda qol vurmaqla artıq bir qədər formaya düşdüyünün işaretlərini vermiş oldu. Amma sonda belə bir sual yarana bilər Madrid azarkeşlərindəki. Bunun axırı Real üçün necə olacaq? İlk öncə baxmaq lazımdır ki, bizim dediyimiz nəzəriyyə 2 oyunda işləyir. Yəni Alonsonun sınıb Ancelotti formasiyasına qayıtması. Əgər bu trend davam edərsə, bu Xabi Alonso üçün yeni bir mühitdir. Yəni Xabi Alonso özünü sübut edib bir məşqçi kimi Bayer Leverkusen'də və Real Madriddə işin əvvəlində öz üslubuna görə. Əlbəttə ki, sən əgər bir insanı öz üslubundan çıxardıb ondan başqa bir insanı düzəltmək istəyirsənsə, misal üçün Carlo Ancelotti və Zinedine Zidane, sizin fikrinizcə bunun uğur dərəcəsi, uğura şansı nə qədərdir? Bizim fikrimizcə belə bir yanaşma iflasa uğrayacaq. Digər tərəfdən soruşa bilərsiniz ki, əgər Alonso öz dəst xəttini cızmağa davam etsə, bunun fəsadları Real üçün nə ola bilər? Bəlkə də bu mövsüm, bəlkə də bir yarım mövsüm Real Madrid müəyyən dərəcədə keçid dövründə ola bilər, amma bu keçid dövrü qaçılmazdır. Çünki artıq elə bir futbol klubu Real Madriddən başqa yoxdur ki, hansılar ki liderlərinə arxalanır, hansılar ki məşqçi işinə, məşqçi zəkasına yox, məhz öz komandanın liderlərinə arxalanır və öz aramızda bir tərəfdən fikirləşin Sergio Ramos, Cristiano Ronaldo, Luka Modric, Toni Kroos, digər tərəfdə isə Rodrigo, Valverde, nə qədər Valverde gözəl oyunçu olsa da və ya Vinicius fikirləşin və onların liderliyi, gücünü, xarizmasını bir növ çəkiyə, tərəziyə qoymaq olar. Üçüncü tərəfdən misal üçün mən bayaq əbəs yerə Cristiano Ronaldo'nun formasını demədim. Yəni Cristiano Ronaldo'nun dövründə top fiziki formada olmaq Realda şərt idi. Ona görə baxmaq lazımdır ki, Alonsonun bu kompromisi, problemi müvəqqəti həllidir, yoxsa Madridin yeni reallığıdır. Bir tərəfdən sual verilə bilər ki, Alonso öz kursunu davam etdirsə, bu axı Reala kifayət qədər ziyan vururdu. Düzdür, elədir. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, Real Madrid bu ağrıdıcı keçid dövründən keçməlidir. Onun başqa yolu yoxdur. Hətta gördüyümüz kimi Pep Guardiola hansı ki bugünkü futbolun təməlini qoyub, bugünkü futbolun özünü qoyub, o da öz-özünü dəyişir. Əbəs yerə deyil ki, o Jürgen Klopp'un assistentləri Pep Lenders başda olmalı, onları dəvət edib və komanda Donnarumma kimi qapıcı ilə oynayır, hansı ki vertikal futbolun əsasını qoyur. Yəni ya Real Madrid indi bir mövsüm yarım çətinliklərdən keçərək, hardasa daimi olaraq dünyanın top 3-5 komandasından biri qalmaq şərti ilə
o krizdən keçməlidir, o keçid dövründən, o böyümə dövründən keçməlidir. Ya da ki, Real Madridi olduqca təlatümlü bir 2-3 il gözləyə bilər və hətta mən Madridin Xabi Alonso ilə yolları ayıracağı təqdirdə növbəti məşqçinin Arbeloa olduğunu düşünürəm, olacağını düşünürəm. Hər halda o olmazsa Jose Mourinho-nu ikinci dəfə çağıra bilər. Amma İnanmıram ki, nə Arbeloa, nə də ki, Jose Mourinho Perezin ideal istədiyi bir ssenaridir və bu Real Madridi bir qədər əslində Avropanın top 3-5 klubundan bir müddət düşürə bilər. Sizin fikrincə Real Madrid krizisi arxada qoyaraq, Xabi Alonsonu sındırmayaraq yoluna davam edə biləcəkmi, yoxsa bu müvəqqəti sonun başlanğıcıdır? Fikirlərinizi şərhlər bölməsində bildirməyi unutmayın. Videonu bəyəndinizsə like düyməsini sıxın ki, belə videolar gəldikdə onları buraxmayasınız.